Sasani imperiyasının tərkibində. Sasanilərin nümayəndəsi olan Ərdəşir Babəkan 224-cü ildə Parfiyanı süquta uğratdı. 226-cı ildə Sasani dövlətini yaratdı və özünü şahınşah elan etdi. 227-ci ildə Atropatena Sasanilər dövlətinə birləşdirildi. 262-ci ildə də Albaniya Sasanilər dövlətinin tərkibinə daxil edildi və Albaniya tərkibinə daxil edilərkən daxili müstəqilliyini saxlamışdı. Azərbaycanda 3-cü əsrdən feodal iqtisadi münasibətlər yaranmağa başlandı. Sasanilərdə torpaq mülkiyyət formaları. Dastaket, xostak. Dastaket irsi torpaq idi, xüsusi mülkiyyətdə idi əyanların. Xostakda hərbi xidmət müqabilində verilən şərti torpaq sahibidir. Vergi növləri xaraq, gezit. Xaraq torpaq vergisi idi, məhsulla alınırdı. Gezit can vergisi idi. Uşaqlar, qadınlar, qocalar, kahinlər, məmurlar can vergisindən azad edilmişdi. Bu, 1-ci Xosrovun islahatına görə azad edilmişdi. Feodal münasibətləri Azərbaycanda tez yaranıb gec süqut etmişdi. Avropada gec yaranıb tez süqut etmişdi. Əksinə. Azərbaycanda kəndlilər feodaldan asılı deyildi. Avropada kəndlilər feodaldan iqtisadi və şəxsən asılı olmuşdu. Azərbaycanda xüsusi təsərrüfat demək olar ki, yox idi, amma Avropada var idi. Manilik təliminə keçək. Manilik təlimi 3-cü əsrə aiddir və Atropatenada geniş yayılmışdı və başçısı da Mane adlanırdı. Bütün dinləri vahid bir dinlə əvəz etməyi istəyirdi. Daha sonra və Məzdəkilər hərəkatına da güclü təsir etmişdi. Məzdəkilər hərəkatı da 481-529-cu illəri əhatə edir və Məzdəki hərəkatının əsas ideyası ədalətli cəmiyyət qurmaq idi. Məzdəkilərin manisçilərdən fərqi isə xeyri şər üzərində qələbəsini inanırdılar və mübarizə yolu ilə ədalətli cəmiyyət qurmağı mümkün hesab etmişdilər. Sasani hökmdarı 1-ci Qubadın dövründə Məzdəkilər hərəkatı genişləndi və 1-ci Qubadda itaət etməyən əyanlara tabe etmək üçün nədir? Məzdəkilərə arxalanıb onları himayə etdi və taxıl lambalarını onların üzvlərinə açdı, əhalinin üçün açdı. İri feodallar da 1-ci Qubadı taxtdan saldı. Ağ Hunların köməyi ilə də 1-ci Qubad yenidən hakimiyyətini bərpa etdi, qayıdıb Məzdəkilərə divan tutdu. Məzdəkdə edam olundu. Yadınızda saxlayın ki, Ağ Hun hökmdarı Ağsuvar xan olmuşdu. Sasanilərin dövründə Zərdüştlük dini yayılmağa başladı və Zərdüştlük dini bütün imperiyada, Atropatenada hakim dinə çevrilmişdi. 1-ci Şapurun dövründən başlayaraq da Sasani şahları daha doğrusu ateşpərəstliyi zorla yaymağa çalışırdılar. 1-ci Şapur da bu haqda əmr vermişdi. Zərdüştlüyün başlıca məbədi, dini mərkəzi Kazaka şəhəri olmuşdu. Sasanilərdə islahatlar həyata keçirən 1-ci Xosrov idi. 1-ci Xosrov 6-cı əsrdə yaşamışdı və vergi sahəsində islahat keçirmişdi. Məqsədi də vergi sahəsindəki nöqsanları aradan qaldırmaq idi. 1-ci Xosrovun inzibati islahatına görə 4 canişinlik yaradıldı. Albaniya Atropatenada şimal canişinliyinin tərkibinə qatılmışdı, yəni Kustakının. Torpaq və vergi islahatına görə də sahəsiz torpaqlar hərbiçilərə paylandı. Qadınlar, uşaqlar, qocalar, kahinlər, məmurlar can vergisindən azad edildi. Və islahatların nəticəsində də xırda orta torpaq sahiblərinin sayı artmışdı, şərti torpaq mülkiyyəti genişlənmişdi. Bizim eranın 1-ci əsrində Albaniyada Parfiya arşakilərin bir qolu olan Alban arşakiləri hakimiyyətdə idi və onun nümayəndəsi 1-ci Qoçaq Vaçaqan idi. O bütün vilayətləri birləşdirir, mərkəzləşmiş dövlət yaradır. 260-cı ildə Sasanilərdə hakimiyyətə 1-ci Şapur idi. 1-ci Şapur Roma ordusu ilə döyüş baş verdi və bu döyüşdə İmperator Valeriyanın ordusunu məğlubiyyətə uğratdı. Və bu qələbə münasibəti ilə də qonşu ölkələrə xəbər göndərdi ki, tabe olsunlar. Bu zamanda Alban arşaki hökmdarı 1-ci Vaçe Roma pərəst siyasət yürüdüb, Sasanilərə tabe olmaq istəməsə də 262-ci ildə Albaniya Sasanilər dövlətinin tərkibinə daxil edilmişdi. Lakin siyasi müstəqilliyini demək bərpa etsə də, sonradan yenidən Sasanilər dövlətindən asılı vəziyyətə düşmüşdü 1-ci Şapurun ölümündən sonra. Albaniya Sasanilərin imperiyasının tərkibinə daxil edilməsini sübut edən Nəqşi Rüstəmdəki məbədin divarında həkk olunan yazı idi. Albaniya, Kürün sol sahili və sağ sahili vilayətləri var idi. Sol sahili vilayətlərinə Şəki, Kamsena, Lipinaçola, Qəbələ və sağ sahilinə isə Arsaq, Uti, Paytakaran, Süneyk daxil idi. Alban arşaki hökmdarı Urnayrin dövründə Urnayr müstəqil xarici siyasət yeritmişdi və 2-ci Şapurun müttəfiqi kimi Sasani ordusunu ərzaqla, hərbi qüvvələrlə təmin etmişdi. Bu Urnayrin məqsədi Albaniyanın bütövlüyünü qoruyub saxlamaq idi və Sasani-Roma arasında müharibələr baş verdi. 359-cu ildə Amit döyüşündə Urnayr qalib gəldi. 371-ci ildə Nizrav döyüşündə Urnayr məğlub oldu və Uti, Şakasena, Kot, Girdiman vilayətlərini itirdi. 387-ci ildə də Roma ilə Sasani arasında müqavilə imzalandı. Bütün Cənub Qafqaz Sasani ilə Roma arasında bölüşdürüldü və Sasanilər itirdiyi ərazilər geri qaytarıldı Nizrav döyüşündə itirdikləri.
Daha sonra Alban Arşaki hökmdarı Asögen dövrü. Asögen dövrü mədəni həyatda ciddi dəyişikliklər baş vermişdi və Asögen 5-ci əsrin birinci yarısında hakimiyyətdə olmuşdu. Bunu yadınızda saxlayın. Asögen dövründə uşaqlar təhsilə cəlb olundu, yeni əlifba yaradıldı. Dini kitablar da digər dillərdən Alban dilinə tərcümə edilməyə başlanmışdı. Daha sonra 444-463-cü illərdə yaşayan 2-ci Vaçe Albaniyanı idarə edirdi. 2-ci Vaçenin dövründə Sasanilərlə qohumluq əlaqəsinə malik olmuşdu. Türk mənşəli sülaləyə mənsub idi. 2-ci Vaçenin hakimiyyəti dövründə də Sasanilərlə qarşı mübarizə ilə xarakterlidir. 2-ci Vaçe dayısı 2-ci Yezdəgird idi. Onun vəfatından sonra demək Sasani hakimiyyətindən çıxaraq Çola dərəsini tutdu. Daha sonra Massagetləri öz tərəfinə çəkdi. Qafqazın 11 hakimi ilə ittifaq qurdu. Xristianlıq etiqadını qəbul etdi. Atəşpərəstlik dinindən imtina etmişdi. Niyə əvvəlcədən imtina etmişdi? Çünki 2-ci Yezdəgird, yəni buna imkan vermirdi. 2-ci Yezdəgird ölən kimi xristianlıq dinini qəbul etdi. Daha sonra Sasani şahı Firuzun şərəfinə də Bərdə, yəni Firuzabad şəhərini saldırmışdı. Sonralar da yəni Qəbələdən paytaxt Bərdəyə köçürülmüşdü, Albaniyanın paytaxtı. 462-ci ildə də Haylandur Hunlarının hücumları baş verdi və 463-cü ildə də 2-ci Vaçe hakimiyyətdən əl çəkmişdi. Sadəcə Firuz şahdan istəmişdi ki, atasından qalan mirasları ona verməsini xahiş etmişdi. 5-ci əsrin sonunda yaşamış 3-cü Mehmed Vaçaqan dövründə 488-ci ildə Aqiyan Kilsə Məclisi çağırılmışdı və bunu çox yaxşı yadınızda saxlayın ki, Aqiyan Kilsə Məclisi xristian dininə aid qanunlar qəbul etmişdi və Alban kilsəsinin dayaqlarını gücləndirmək məqsədi ilə çağırılmışdı. 3-cü Mehmed Vaçaqan da əhaliyə xristianlığı qəbul etdirməyə çalışırdı. Və 3-cü Mehmed Vaçaqadan sonra Albaniyada Şakilər sülaləsinin hakimiyyəti başa çatır. Bununla da Albaniyada Sasani mərzamanları tərəfindən idarə olunmağa başlayır. 510-cu ildən 629-cu ilə kimi. Və Albaniyada Sasani-Bizans müharibələrinin meydana çevrilir. 591-ci ildə də Sasani-Bizans müqaviləsi imzalanır və müqaviləyə görə də Girdiman, Albaniya, Divin, Tiflisə qədər olan ərazilərdə Sasanilərin hakimiyyəti altında qalır. Albaniya 624-628-ci ildə yenidən Sasani-Bizans müharibəsini döyüş meydanına çevrilir, yəni Sasani-Bizans müharibəsi baş verir. 629-cu ildə də sülh müqaviləsi ilə bitir və bununla da Albaniya Sasani təsir dairəsində qalır. 629-30-cu illərdə də Xəzərlər Albaniyanı işğal edir, lakin sonradan geri çəkilirlər. Sonra Albaniyanın sülaləsi olan Mehranilər sülaləsi hakimiyyətə gəlir. 630-cu ildə Girdiman vilayətində yerləşirdi. İlk nümayəndəsi Mehran olmuşdu. Albaniyada 1-ci əsrdən xristianlıq yayılmağa başlamışdı. 313-cü ildə də Urna xristianlığı dövlət dini elan etmişdir. Növbəti mövzumuz Səfəvi dövləti 17-ci əsrin ikinci yarısında. Uşaqlar, Şah 1-ci Səfəvdən sonra hakimiyyətə 2-ci Abbas gəldi. 2-ci Abbas da hakimiyyəti dövründə tədbirlər həyata keçirdi. Ədalətli siyasət yürütdü, əkinçilik təsərrüfatının inkişafına diqqət artırdı, rəiyyət sənətkarları xəzinəyə olan bütün borclarını ləğv etdi. Xristian təbəələrinə qarşı münasibəti normal idi, Gürcü əyanlarında çox mühüm vəzifələr icra edirdilər. Daha sonra 16-cı əsrdə Moskva çarlığı Kazan Heşdarxa xanlıqlarını işğal edir, bununla da Xəzər dənizinə birbaşa çıxış imkanı qazanmışdı. Şimal Qafqazda da rusların təsiri artır. Şah 2-ci Abbasın dövründə Osmanlılarla münasibətlər qaydasında idi, lakin ruslarla münasibətlər pisləşir. Münaqişənin səbəbi nə idi? Rusiyanı idarə edən Romanovlar sülaləsinin hökmdarları Şimali Qafqazda möhkəmlənmək planları, daha sonra Səfəvi dövlətinə aid olan hissələrində, Terek çayının Səfəvi dövlətinə aid olan sahələrində hərbi dayaq məntəqələri olacaq qalaların tikməsi idi. Və bu da Səfəvi-Rusiya münaqişəsinə səbəb olur. 2-ci Abbas da bunların planlarına qarşı çıxmaq üçün rusların tikdirdiyi qalaları dağıtmaq üçün Şirvan bəylərbəyi Xosrova fərman göndərir. Və Xosrov da ruslarla mübarizəyə başlayaraq Rusların Terek çayı boyunca qalalarını, məskənlərini dağıdır, şimal sərhədləri təhlükəsizliyini təmin edir. 1653-cü ildə də bu toqquşmadan sonra Aleksey Mixayloviç Səfəvlərlə danışıqlara başlayır və kifayət qədər hərbi gücü olmadığı üçün də müharibədən çəkinirdi. Buna görə də elçi göndərir İsfahana və münaqişə 1662-ci ildə dinc yolla yatırılır. Rusiyada Səfəvilərin sərhədinə yaxın ərazilərdə tikdirdiyi qalalardan əl çəkir və Səfəvinin də Şimali Qafqazda nüfuzu artır. 17-ci əsrin ikinci yarısında da Böyük İpək yoluna əhəmiyyəti itir və bununla da Avropa ilə ticarət əlaqələri zəifləyir. Buna görə də Səfəvilər Moskva ilə yaxınlaşır, Moskvanın ticarət əlaqələri ilə. Volqa-Xəzər ticarət yolunun canlandırılması, həm də geniş ərazili dövlətlərə çevrilən Rusiyanın ekspedisiyasına şərait yaradır şərq ölkələrində. Şah 2-ci Abbasdan sonra hakimiyyətə Şah Süleyman gəlir 1666-cı ildə.
və Rusiya ilə ticarət müqaviləsi 1667-ci ildə imzalayır. Rusiyanın məqsədi nədir? Qızılbaş ipəyini Moskvaya, Qərbi Avropaya aparmaq idi və bu istəyinə də nail olur. 1667-ci il müqaviləsinə görə də rus tacirlərinə gömrüksüz ticarət hüququ verilir. Ruslar bazarlarda, karvansalarda imtiyazlar alır. 1668-ci ildə də Kazakların hücumu olur. Step Arazinin başçılığı ilə və yürüyüş zamanı Kazaklar Dərmənd sahilinə çıxırlar. Azərbaycanın Gilana qədər Xəzər sahili yaşayış məntəqələrində ələ keçirirlər. Lakin Rusiyada bu Volqa-Xəzər ticarət inkişafına görə Kazakları Step Arazini tutub edam edir və Kazakların talançı yürüşlərinin qarşısını da alır. Növbəti mövzumuz Səfəvi dövlətinin ictimai və iqtisadi həyatı. 17-ci əsrdə divan və xalisə aparıcı torpaq mülkiyyət forması idi. Sorğal ləğv edildi və onun əvəzinə tiyul torpaqları paylanılırdı. Sorğal paylanması da mərkəzi hakimiyyəti zəiflədirdi. Səfəvilərin dövründə torpaq mülkiyyət formaları divan dövlətə məxsus torpaq idi, xas şah və onun ailəsinə məxsus torpaq idi. Sorğal ləğv olunsa da, lakin məşhur seyidlərə, din xadimlərə, dərvişlərə verilirdi. Tiyul hərbi xidmətə görə verilirdi. Yalnız şahın icazəsi olardısa irsən keçirdi. Mülk irsi torpaqlar idi, vəqf məscidlərə, mədrəsələrə məxsus torpaqlar idi. Cəmaət da kəndlilərə məxsus torpaqlar idi. Səfəvilərin dövründə də Azərbaycanda 35-ə qədər vergi növü var idi və burada malcəhət əsas vergi növü olmuşdu və natural ilə ödəyirdilər. Bu natural da nədir? Düyü, arpa, buğda ilə ödəyirdi. 1-ci Təhmasibin fərmanı ilə 1565-ci ildə Uzun Həsəni ləğv etmək istədiyi, lakin ləğv edə bilmədiyi tamağa vergisi ləğv olundu. Tamağa vergisinin ləğv olunması ilə də sənətkarlığın, ticarətin inkişafı baş verdi. Şah 1-ci Abbasın vergi sahəsində keçirdiyi tədbirlər nəticəsində bəzi şəhərlər vergilərdən azad edilmişdi və buna vergi islahatına da Şah Sultan Hüseyn də cəhd etmişdi. Vergi verən bütün kəndli rəiyyət, kəndlilərin dövlət, feodal üçün pulsuz işləməsi, məcbur işləməsi biyar adlanırdı. 17-ci əsrdə kəndli qrupları var idi. Rəiyyət hampa idi, iş heyvanı, istehsal aləti olan, torpağı özü bezərən kəndlilər idi. Rəzbər isə təsərrüfatsız idi. Yəni, necə deyim, kimsənin əlinin altında işləyirmiş kimi, elə deyək də, torpağı məşğuliyyəti olmayan yoxsul kəndli idi, kasıb idi. Elat da yaylaq və qışlaq maldarlığı ilə məşğul olurdu. Orada xidmət etdiyi üçün az vergi verirdi, bəzən də heç ödəmirdi. 16-17-ci əsrlərdə də əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıq idi. Evliyyət Çələbidə məlumat verilmişdi ki, Şirvanda pambıq, üzüm yetişdirilirdi. 16-17-ci əsrlərdə Azərbaycan şəhərləri. Şamaxı Şirvan Bəylərbəyliyin paytaxtına çevrilmişdi, keyfiyyətli ipəyi ilə məşhur idi. Beyləqan Səlcuq canişinliyin mərkəzi olmuşdu. Daha sonra Monqol yürüşlərində də dağıdılmışdı. Dərbənd ən böyük liman şəhəri idi 15-ci əsrdə. Kətan və pambıq parçaları ilə məşhur idi. Bakıda əsas liman şəhəri olmuşdu. Dini siyasi mərkəzi müqəddəs şəhər Ərdəbil idi. Təbriz Səfəvilərin birinci paytaxtı olmuşdu. Ən böyük şəhər idi. Səfəvilərin ikinci şəhəri idi. Lakin 1555-ci ildə paytaxt Təbrizdən Qəzvinə köçürüldü. Bundan sonra da inkişafı zəiflədi. Cənubi Qafqazın ən böyük ipəkçilik şəhəri də, mərkəzi də Ərəş şəhəri olmuşdu. Naxçıvan Səfəvi-Osmanlı müharibələri zamanı bir neçə dəfə dağıdılmışdı. Gəncə də Səlcuq canişinliyinin, Qarabağ Bəylərbəyliyinin mərkəzi olmuşdu. 13-14-cü əsrlərdə sənətkarlar əxillik adlanan sənətkar birliyi yaratmışdılar. 17-ci əsrdə də sənətkar birlikləri əsnaf adlanırdı. 16-17-ci əsrlərdə İngiltərənin Austin şirkəti, Moskva şirkəti tacirləri Azərbaycana gəldilər. 1-ci Təhmasibin dövründə İngilislər Moskva şirkəti ilə Səfəvi ipəyinin satışı ilə bağlı müqavilə imzalamışdılar. 16-cı əsrin ortalarında da Moskva ticarət şirkətinin nümayəndəsi olan Antoni Cenkson Xəzər dənizi sahillərini Cənubi Qafqaza göndərilir. Göndərilməkdə məqsədi nə idi? İrana, Hindistana gedən yolları öyrənmək idi. Daha sonra Cenkson da Şirvana gəlib Abdullah xan Ustancılıdan gömrüksüz, maneəsiz ticarət etmək imtiyazı aldı. 17-ci əsrdə də iqtisadi ticarət əlaqələri Rusiyanın genişləndi. Bu dövrdə Rusiyadan gətirilirdi mis, qalay xəzləri, Rusiyaya aparılırdı ipək parçalar, ipək xalçalar, yun. Daha sonra Azərbaycana, Hindistana xam ipək, ipək parça, neft, zəfəran, Hindistandan da Azərbaycana ədviyyat gətirilirdi. Növbəti mövzumuz milli partiya və təşkilatların yaranması. Partiyaların məqsədi və fəaliyyəti haqqında sizə məlumat verəcəm. İlk milli ictimai-siyasi təşkilat Müsəlman Gənclik Təşkilatı idi. 1903-cü ildə Məmməd Əmin Rəsulzadə tərəfindən yaradılmışdı. Məqsədi də nə idi? Müstəmləkə əsarətinə qarşı mübarizə aparmaq. 1904-cü ildə Bakıda Hümmət Təşkilatı yaradıldı. Mövsümov və Rəsulzadə tərəfindən yaradılmışdı. Məqsədi Azərbaycanlı fəhlələr içərisində siyasi iş aparmaq idi. Və Rusiya Sosial-Demokratik Fəhlə Partiyasının məqsədlərinə xidmət etməklə bağlı olmuş bolşeviklərin təsirinə düşmüşdür.
Qeyrət Partiyası 1905-ci ildə Gəncədə yaradılmışdı. İlk milli partiya idi. Ələkbər bəy Rəfiqbəyov tərəfindən yaradılmışdı. Şuşada, Bakıda da filialları açılmışdı. Məqsədi də Rusiyada federativ dövlət qurulmasına, ilk dəfə də Azərbaycana muxtariyyət verilməsi tələbini irəli sürmüşdü. Müsəlmanlıq İttifaq Partiyası Rusiyada Azərbaycanlı ziyalılar 1905-ci ildə yaratmışdı. Müsəlman xalqlarının dini zəmində birliyinin yaradılmasını istəyirdilər. Daha sonra Müdafiə Təşkilatı 1907-ci ildə Gəncədə yaradılmışdı. İbrahim Ağa Vəkilov tərəfindən yaradıldı. Difai Partiyası 1906-cı ildə Bakıda yaradılmışdı. Əhməd bəy Ağayev tərəfindən və möhründə 2 qılınc, aypara ulduz təsviri var idi. Məqsədi də Çarizmin milli qırğın siyasətindən, erməni terrorundan qorunmaq idi. Gəncədə, Ağdamda, Şuşada da şöbələri açılmışdı. Daha sonra İrşad qəzetini nəşr etdirdi. Və Müdafiə Təşkilatı da Difai Partiyasının yolunu davam etdirmişdi. Erməni Rus soyqırımından qoruyurdu özünü, müsəlmanları daha doğrusu. Müsavat Partiyası 1911-ci ildə Bakıda yaradılmışdı. Abbasqulu Kazımzadə, Məmməd Əli Rəsulzadə, Tağın Ağayev tərəfindən yaradılmışdı. 1912-ci ildə proqramı çap edilmişdi. 1913-cü ildə də Məmməd Əmin Rəsulzadə liderinə çevrilmişdi və Hüseynzadəni türkləşmək, İslamlaşmaq, müasirləşmək ideyasının məramına çevrilmişdi. Bunları xüsusən yadınızda saxlayırsınız, Müsavat Partiyasında idi. 1915-ci ildə də Açıq Söz qəzetini nəşr etdirməyə başladı. 1917-ci ildə də Müsavatın birinci qurultayı keçirilmişdi. Türkiyə Ədəmi Mərkəziyyət Partiyası 1917-nin martında Gəncədə yaradılmışdı. Nəsib bəy Yusufbəyli tərəfindən. Qeyrət Partiyasının proqramı ilə çıxış etmişdi və Azərbaycana muxtariyyət verilməsi ideyasını müdafiə edirdi. Bilirsiniz ki, Qeyrət Partiyası da Azərbaycana muxtariyyət verilməsini tələb etmişdi. Müsəlmanlıq Partiyasından fərqli olaraq da türkçülüyün mövqeyində çıxış edirdi. Və əsasən əsas prinsipal məsələlərdə eyni proqram ilə çıxış etdiyi üçün 1917-ci ilin iyununda da Müsavat Partiyası ilə birləşdi və Türk Ədəmi Mərkəziyyət Müsavat Partiyası adlanmışdı. GMT, Qeyrət, Müdafiə, Türk Ədəmi Mərkəziyyət Partiyası Gəncədə yaradılmışdı. GMT.